Məhlullar mövzusu faizli məhlulun qatılığının dəyişməsi. Hər hansı bir məhlulu durulaşdırdıqda, yəni üzərinə su və ya eyni maddənin həmin məhlulundan duru bir məhlul əlavə etdikdə və ya qatılaşdırdıqda, yəni üzərinə məhlul əmələ gətirən maddədən və ya eyni maddənin həmin məhlulundan qatı bir məhlul əlavə etdikdə, aşağıdakı düsturdan istifadə edə bilərik. Düsturumuz budur. Yəni, kütlə payını necə hesablayırıq? Birinci məhlul çəkisi kütlə payı üstə gəlir ikinci məhlulun çəkisi kütlə payı və birinci məhlul və ikinci məhlulun cəmi. Bu düsturdan istifadə edirik. Məhluldan su buxarlandırdıqda qatılıq artır. Məhluldan maddə ayrıldıqda isə qatılıq azalır. Beləliklə, bunu da belə bir düsturla tapa bilərik. Yəni, məhlulun birinci məhlulun çəkisindən ikinci məhlulun çəkisini çıxırıq. Bu düsturla biz bunu tapa bilərik. Hesablamalar zamanı suyun faizini 0% götürmək lazımdır və maddənin faizini isə 100% götürmək lazımdır. 0% su, 100% isə maddə. İndi burada izahlı tapşırıqlar var. Biz bu izahlı tapşırıqlara baxanda daha aydın olacaq ki, düsturu necə istifadə edə bilərik. Gəlin birinci izahlı tapşırığa baxaq. 200 qram 10%li natrium hidroksid məhluluna 300 qram 20%li natrium hidroksid məhlulu əlavə etdikdə son məhlulun qatılığını faiz ilə hesablayın. Verilənlərə baxaq. Bizə nə verilib? Birinci məhlulun çəkisi 200 qram. Faizi 10%li. İkinci məhlul 300 qram, 20%li. Və son məhlul neçə faizli olacaq? Biz bunu hesablamalıyıq. Gördüyümüz kimi, düsturda yerinə qoyuruq. Son məhlulun düsturu belədir ki, birinci məhlul və onun faizi, ikinci məhlul və onun faizini toplayırıq və bölürük birinci məhlul və ikinci məhlulun çəkisinin cəminə. Beləliklə yazırıq 200 vurulsun 10 üstə gələk 300 vurulsun 20 bölünsün 200 üstə gələk 300 və cavabı tapırıq 16%. Yəni bizim məhlulumuz 16%li məhluldur. Keçək növbəti izahlı tapşırıqlara. Burada nə deyir? 200 qram 20%li duz məhluluna 50 qram su əlavə etdikdə neçə faizli məhlul alınır? Yenə də burada verilənləri yazırıq. Birinci məhlulumuz 200 qram, faizi 20%. Əlavə olundu 50 qram. Burada artıq su olmadığına görə bura yazırıq 0%. Və baxaq görək düsturda bunu necə yerinə qoymaq olar. Düsturumuz necə idi? Birinci məhlul üstə gələk ikinci məhlul bölünsün. Birinci məhlul və ikinci məhlulun çəkisinin cəmi. Kütlə payı ilə yazırıq yuxarıda və altda isə toplayırıq onların çəkilərini. Beləliklə yerinə qoyuruq. 200 vurulsun 20 üstə gələk 50 vurulsun 0. Yəni 50 faizi yoxdur bunun. Su yoxdur burada. Yalnız maddədir. 200 vurulsun 20 üstə gələk 50 vurulsun 0. Bölünsün 2 üstə gələk 50. Beləliklə cavab tapılır 16%. Keçək növbəti sualımıza. 300 qram 20%li duz məhlulundan 100 qram su buxarlandırıldıqda. Burada artıq əlavə etməliyik buxarlandırılır.
neçə faizli məhlul alınır? Yerinə qoyuruq. M1 300 qram, faizimiz 20%, M2 100 qram, faizimiz 0%. Yəni burada yalnız su olduğuna görə bu 0% götürürük. Yəni burada heç bir başqa maddə yoxdur. Və düsturda yerinə qoyub yazırıq. 300 vurulsun 20 çıxaq 100 vurulsun 0 bölünsün 300 çıxaq 100. Beləliklə cavab tapılır 30%. Növbəti suallara baxaq. 80 qram 10%li şəkər məhluluna 10 qram şəkər əlavə etdikdə neçə faizli məhlul alınır? Yerinə qoyuruq yenə də verilənləri. M1 80 qram, faizi 10%, M2 10 qram və burada əlavə olunan 10 qram şəkərdir. Yəni 100% hamısı maddədən ibarətdir. Ona görə də burada nə yazırıq? 80 vurulsun 10, üstə gələk 10 vurulsun 100. Altda yazırıq 80 üstə gələk 10 və hesablanır, cavab 20 tapılır. Növbəti suala baxaq. X-in 500 qram 40%li məhlulundan 100 qram X çıxarıldıqda neçə faizli məhlul alınır? Yerinə qoyuruq verilənləri. 500 qram birinci kütlə, onun faizi 40%. İkinci məhlul isə 100 qram yalnız maddənin özü çıxarılır da, ona görə 100% götürürük. Beləliklə yerinə qoyanda 500 vurulsun 40 çıxaq 100 vurulsun 100 bölünsün 500 çıxaq 100 alınır 25%. Bu tip məsələlər qabağımıza çıxanda düsturda yerinə qoyub bu şəkildə eləyə bilərik. Qarışdırma məsələləri eyni maddənin iki müxtəlif qatılıqlı məhlullarının qarışdırılması, məhlul ilə suyun qarışdırılması, məhlul ilə məhlulda olan maddənin əlavə kütləsinin qarışdırılması. Diaqonal, yəni buna paket və ya çarpaz da deyilir. Diaqonal üsulu ilə həll oluna bilər. Demək, burada birinci kütlə payı və ikinci kütlə payı qatılıqlı məhlullardan, son kütlə payı qatılıqlı məhlul hazırlamaq üçün belə bir sxem qoya bilərik. Birinci məhlulun qatılığı yazırıq 1 və ikinci məhlulun qatılığı 2. Birinci və ikinci. Ortada yazırıq son. Hazırlanan məhlulun qatılığı və burada birinci məhlulun kütləsini çıxırıq son məhluldan. Burada diqqət eləmək lazımdır. Böyükdən kiçik çıxmaq lazımdır. Əks halda, əgər hansı böyükdürsə də, ikinci məhlul böyükdürsə də, onda son məhlulu ikinci məhluldan çıxırıq. Yəni burada böyükdən kiçiyi çıxırıq və aşağıda isə yenə də ikinci məhlul və son məhlulun kütlə nisbəti hesablanılır. Burada da yenə də böyükdən kiçik çıxılır. Və beləliklə cavab tapılır. İndi bunun da yenə də izahlı tapşırığına baxanda daha aydın olacaq ki, necə etmək lazımdır. Gəlin baxaq. Çalışmada deyir ki, 500 qram 30%li məhlul almaq üçün 20%li və 45%li məhlulların hər birindən neçə qram götürülməlidir? Ortada yazırıq 30%li məhlul. Yəni bizim məhlulumuz, son məhlulumuz 30%lidir. 30-u yazdıq ortaya. Neçə faizli məhlullar götürülür? 20%li və 45%li məhlullar götürülür. Onların da hər birini yazırıq. Sol tərəfdə birini yuxarıya, birini aşağıya. Və sonra nə edirik? Diaqonal üsulu ilə böyükdən kiçiyi çıxırıq. Yuxarıda qalır 3, aşağıda qalır 2. Deməli, bu əmələ gələn məhlul 3-ün 2-yə nisbətində olan bir qarışım olacaq. Deməli, 500 qram məhlulun 5də 3 hissəsi, 5də 3 neçə olacaq? 300 olacaq. 20%li məhluldur. 5də 2 hissəsi isə
45% məhluldur. Yəni 200 qramda 45% məhluldur. Bunu da biz hesablaya bilərik və tapa bilərik ki, hansı neçədir. Və yaxud da biz bunu düsturla da hesablaya bilərik. Düsturla hesablayanda isə V-son bərabərdir M1 F1 üstə gələk M2 F2 M1 üstə gələk M2 və 30 bərabərdir, yəni son məhlul bərabərdir. Birinci məhlulun çəkisi vurulsun onun 20%, ikinci məhlulun çəkisi vurulsun onun 45%. Bölünsün birinci məhlulun çəkisi üstə gələk ikinci məhlulun çəkisi. Bu bizdə bilinmirdi. Biz bunu rəqəmlə yazmırıq. Sadəcə onun düsturunda yazırıq. Və biz bilirik ki, birinci məhlul və ikinci məhlulun çəkisi cəmi 500-ə bərabərdir. Ona görə altda elə 500 yaza bilərik. Və burada 500-ə nəzərən yazmaq olar. Demək, rəqəmləri eyniləşdirmək olar ki, burada birini tapaq. 30 bərabərdir, M1 vurulsun 20, üstə gələk. M2 nəyə bərabər olacaq? M2 bərabər olacaqdır 500 çıxaq M1. Vurulsun 45-ə. Bölünsün 500-ə. Və burada hesablayanda cavab tapılır. M1 bərabərdir 300-ə. M2 bərabərdir 500 çıxaq 300, o da bərabərdir 200. İndi burada baxın da, düsturla rahat olsa, düsturla hesablaya bilərsiniz. Və yaxud da istəsək diagonal üsulundan istifadə edərək hesablaya bilərsiniz. Yekun məhlulun qatılığı qarşılananların qatılığı aralığında olur. Bunu da yadınızda saxlayaq. Yəni, yekun məhlulun qatılığı həmişə qarşılanan məhlulun qatılıqları aralığında olur. Gəlin, növbəti izahlı tapşırığa baxaq. Etil spirtinin su ilə əmələ gətirdiyi 20% məhlula aşağıdakıları əlavə etdikdə ilkin məhlulun qatılığı necə dəyişir? Etil spirtinin su ilə əmələ gətirdiyi 20% məhlula aşağıdakıları əlavə etdikdə ilkin məhlulun qatılığı necə dəyişir? Gəlin, diqqətlə variantları oxuyaq və analiz edək. Əgər biz bu məhlula saf su əlavə etsək, nə baş verəcəkdir? Burada qatılıq faizi 0%, çünki maddə yoxdur, sadəcə sudur. Və bunun üzərinə biz 20% məhlulu gələndə nə baş verəcəkdir? Məhlulun qatılığı 0-20% aralığında olacaqdır. Deməli, nə olacaqdır? Məhlulun qatılığı azalacaqdır. Sonra üzərinə etil spirt əlavə etsək, bu da 100%lik qatılıq olacaq. Çünki burada su yoxdur da. Ona görə də məhlulun qatılığı 20%lik və buradakı suyun qatılığı da 100%lidir. Yəni, bu yeni yaranan məhlul 20-100% aralığında olacaq və qatılıq artacaqdır. Etil spirtinin suda 10% məhlulunu əlavə etsək, 10% məhlul əlavə etsək, yenə də məhlulun qatılığı 10% və 20% aralığında olacaq, yəni azalacaqdır. Etil spirtinin suda 30% məhlulunu əlavə etsək, bu zaman məhlulun qatılığı 30% 20% aralığında olacaq və artacaqdır. Etil spirtinin 20% məhlulunu əlavə etsək, bu zaman isə eyni olduğuna görə yekun məhlulun qatılığı elə 20% qalacaq, yəni dəyişməyəcək. Bax, bu şəkildə biz qaydanı bilərək analiz edib cavabı tapa bilərik. Yəni, bu qayda nədir? Yetkin son halda yekun məhlulun qatılığı qarışdırılanların qatılığı aralığında olur. Bu qaydanı yadımızda saxlayaq. Bir daha təkrar elədim.